Salam değerli izleyicilerim, kanalıma hoş gelmişsiniz. Bugün mən çox dadlı, çox ləzzətli, lobyalı, mərciməkli, şabalıdlı plovun hazırlanmasını sizinlə bölüşürəm. Gəlin keçək hazırlanma qaydasına. Qazanda su qoymuşam qaynamağa. Su qaynamağa başlayanda suyun içərisinə zövqə görə duz əlavə edirəm. Və əvvəlcədən yuyub islatdığım 1 kiloqram düyünü qazanın içərisinə əlavə edirəm. Qoyuram düyülər yaxşıca qaynayıb yumşalsın. Qazanın qapağını biraz aralı qoyuram ki, daşmasın. Budur, artıq düyünü süzmüşəm. Qazanın içərisinə biraz əridilmiş kərə yağı əlavə edirəm və süzülmüş düyülərdən biraz qazana əlavə edirəm. Və üzərindən biraz sarı kök əlavə edirəm. Və ardından əvvəlcədən bişirdiyim lobyalardan, mərciməkdən hissə-hissə bu cür əlavə edirəm. Ardından şabalıd əlavə edirəm. Qeyd edim ki, mən bu ərzaqları əvvəlcədən bişirib hazırlamışam. Qoz əlavə edirəm. Bu plovda qozun da çox ayrı bir ləzzəti olur. Çox ləzzətli plovdur. Siz də mütləq bu plovu hazırlayın. Əminəm ki, siz də bəyənəcəksiniz. Bu cür hissə-hissə əlavə edirəm videoda gördüyünüz kimi. Sona qədər lobya, mərcimək, şabalıd qutarana qədər bu cür davam edirəm. Və ən sonda da düyüləri əlavə etdikdən sonra üzərindən biraz da sarı kök əlavə edirəm. Və videoda gördüyünüz kimi bıçağın ucu ilə aşın üzərindən dəliklər açıram. Və biraz kərə yağı yerləşdirib yarım stəkanda qaynanmış su əlavə edirəm. Və qazanın qapağını örtüb vam ateşdə qazanın altından da dəmir yerləşdirirəm. Qoyuram qazın üzərinə. Saat yarım plovumuz yaxşıca dəm tökür. Budur, artıq plovumuz hazırdır. Çox gözəl də dəm alıb. Gördüyünüz kimi düyüləri dən-dən çox gözəl dəm alıb. İnanın ki, ətri bütün evi bürüyüb. Həm çox asan başa gəlir, həm də ki, çox dadlı alınır. Hazırlayan hər kəsə nuş olsun. Göz haqqınızı halal edin. Süfrəyə vermədən öncə plovun üzərindən əridilmiş kərə yağı da əlavə edirəm. Plov nə qədər yağlı olarsa, bir o qədər dadlı olar. Videom əgər xoşunuza gəldisə, kanalıma dəstək olmaq üçün abunə olub, videomu bəyənməyi unutmayın. İzlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Sağ olun, var olun. Gələn videolarda görüşmək ümidi ilə.